Salam aleykum gözəl insanlar, hər birinizi salamlayıram. Bu günləri bir balaca bir video çəkirəm. Harda ki yeni maşın müvəqqəti olaraq götürmüşük. Toyota Prius 20 gövdə. Hal-hazırda onu idarə edirəm. Dostumuz sağ olsun müvəqqəti olaraq bizə verib. 2, 3, 4, 5, 6 aylıq bilməm indi vəziyyətdən asılı olaraq. Niyə görə? Çünki hələ özüm də hələ bu maşını inşallah satacağım, Allah qoysa. Hələlik ki maşınımız düzdür pis gündədir. Ona görə tam çəkmirəm. Hal-hazırda bir şkala benzinimiz qalıb. Gedirik Yasuf'da birinci polnu bakımızı vurmağa. JBL-də gördüyünüz kimi 7 düymədir. Yəni, adamlar var, xoşlayırlar misal üçün bunu. Yəni full salonda da belə deyim. Keyless qolsu var, açarsız içəri daxil olma, dumanlıları var və belə də maşallah olsun, çox kip maşındır, bir dənə də olsun, deməli səsi küyü yoxdur. Özümüz də inşallah bəzi məsələləri düzələcək. Baxın, tutaq ki, hava datçıqı burada görürsünüz yanır, bir də bu işarəsi daha çox tərəzinin işarəsinə oxşayır. İnşallah ki, onları da baxdıracaq, Allah qoysa. Polnu bak oldu. 268 mil yol sürmüşdüm də, indi polnu bak vurdum deyənə sıfırlandı. Gəlin bir dənə hesablayaq. 268 mili vururam 1.6-ya. 428 kilometr yol gedib. İndi bizə lazımdır nə eləmək? 23 manata görə neçə litr düşür? Bölürəm 1.1-ə. 20,90 litr. Bax bunu bölürəm 21-i bölürəm 428-ə. 104,9 litr. Düppələm düz abi. O fikir verir 47,4 mpg. Gəlin bir dənə 47,4 litr fikir verirsiniz. 235'i bölürəm 47, 47'ye böləndə fikir verirsiniz 5 litr ilə 47 4'e böləndə 4,9 litr. Yəni ideal da, ideal. Tərtəmiz ölçür. Şu, milimiz özü sıfırlandı. MPG-ni də buradan sıfırlaya bilərik. Yeşişdo. Yox, buradan reset. Yəni sıfırlayaq da bu. Bir dənə reset. İşte bu da sıfırlandı. Bu da bizim avtomobilimiz. Biraz küləkdir. Baxın, bir dənə dediyim kimi xoşuma gəlməyən bu faraların polirovkası ehtiyac var. Bir-iki dənə yerdə mənə görə işlər var. O da təkərlər qəttəcədir, tərtəmiz, təzə. Buralarda biraz gördüyünüz kimi qaçmalar var. Bir dənə bəli çox xırda mənə görə işlər var. Bax, biri budur. Yəni heç bilinmir də, başa düşdü. Hələ indi qoy bir dənə maşını yuyum inşallah. Qoy bir dənə maşını yuyum. Maşını yuyanda ucu lap tərtəmiz görsənəcək. Nəyi var, nəyi yoxdur. Bax, misal üçün budur. Yəni həqiqətən xırda bir şeydir də. Buna fikir verənlər maşını demək olar ki, kraska bir də indi Məlübiçlə burada elə bil ki, lakı gedib də, başa düşdü. Lakı getdiyinə görə kim istəsə onu özü şey eləyə bilər. Bax, fikir verirsən, bax, beləncəsinə lakdır burada, lakı gedir. O da bunlarda xəstəlikdir də, gedir. Yəni, maşınımız budur. Təkərlər saz vəziyyətdə, dördü də, yəni təzədir. Maşın otur sürdü, amma yenə də özümüz bildiyimiz işləri görəcəyik də. Təbii ki, maşın lap ideal olsun. Ondan sonra da qardaş, hətta görək imkan olsa və ən əsası vaxt olsa təbii ki, sağlıq olsun. 4 dənə orijinal şam da qoyardım buna. Olsun başqa da qırğın. Nakladkalar xoşuma gəlmədi. Misal üçün arxa nakladkası bunu çəkəndə belə
buraxır. Yəni o deməkdir ki, arxa nakladkası yox vəziyyətindədir də. Biraz eniş və yaxud da yoxuş olanda sıraucu başlayır buraxmağa. Sonra ABS-in jitkasını istəyirəm dəyişim, antifrizləri istəyirəm dəyişim. Faralar xoşuma gəlmir. Faraları inşallah indi onu birazdan göstərəcəm sizə. Faraları istəyirəm polirovka elətdirim. Bir dənə o da mənim xoşuma gəlmədi. Təkərin datçıqıdır və bu tərəzidir çox güman ki. Onu da inşallah istəyirəm düzəltdirim. Və salam. Yəni bunları mən eləsəm, bu maşında çünki başqa mühərrik çox az yağ yeyir. ABS-i saz vəziyyətdədir. Batareyaları idealdır. Çünki 268 mil yol sürülüb 47 MPG-dir. Yəni 100-ə 5 litr benzin sərfiyyatı var. Təsəvvür edin. Yəni bu ideal göstəricidir bu maşın üçün. Hələ də havalar tam isti deyil də. Yəni kifayət qədər soyuqlar da olur falan belə elə. Əsas vacib məqam sürət 109 da hal-hazırda. Dairəvi yoldayıq və idealda yəni balans, razval belə şeylər də yoxdur. Bu da mənə çox xoşuma gələn bir şeydir. Balans, razval tərtəmizdir rolda. Yəni maşın necə deyərlər mil kimi gedir, mil kimi gedir. Səs-küy, nə peridokda, nə belə deyim kənardan gələn səs-küy zad yoxdur. Təkərlər də normaldır ki, o mənada ki, olur da səsli təkərlər olur, içəridə oturmaq olmur. Şükür Allah, bunda elə şey yoxdur. İndidən maşın elə bir satıram, ucu tərifləyirəm ha. Yəni ki, gözünüz olsun bu maşında. İnşallah yəqin ki 3 ay 4 aya öz maşınımı Allah qoysa gələndə, hələ ki sifariş verməmişəm, sual vermiyor, xahiş edirəm. Öz maşınım gələndə ucu bunu satacağım inşallah.